Selamun aleyküm arkadaşlar, nasılsınız? 1.52 sayfa 14. Okey. Cümlənin əvvəlində görürsünüz. Apostrof S görəndə bu ya izli, ya həzli, ya da yiyəli idi. Yiyəli isə üstə gəl həmişə nə istəyir? İsim. Going to isim deyil. Very isim deyil. Made, make feilidir. İsim deyil. Who, what, he, she, it, apostrof S. Bunların heç bir yiyəlik deyil. Nə qala D variantı. Professorun sözləri. Eyni şey. Cümlənin əvvəlində apostrof S-dən sonra isim yox. Başqa nə gəlib gəlir? Bunların heç biri yiyəlikdir. Got, fe'l ing. Alice'in nənəsi. Cavab D variantı. Sorry, new code deyir. İsmi birləşmə var. A düzdür. My, fe'l, Write nə deməkdir? Yazmaq. Cavab A'dır. It's yiyəli deyil. What yiyəli deyil. Whose yiyəli deyil. Apostrof S-dən sonra ing gəlib. Nə olacaq? Uşağın hədiyyəsi. B variantı. ing gəlib. Yiyəli deyil. Sent fe'l. Send fe'lidir. Göndərmə. Yiyəli deyil. She's yiyəli deyil. Got gördünüz, yiyəli deyil. Uşaqların uğuru. Bu nə deməkdir? Yiyəlikdir. İndi buna qulaq asmırsınız. Qulaq asmadığınıza görə söz öyrənmirsiniz. Söz öyrənmədiyinizə görə də durub gəlib dəstə üzünə baxırsınız. Oğlanlara aiddir. Got. Gördünüz, səhvdir. It's yiyəlik deyil. Uşaqların otağı yiyəlikdir. Y variantı düzdür. Apostrof S fe'l gəlib. Burada da receive fe'ldir. Yaxçı oğlan, yaxçı qız, dərs oxuyan uşaq bu sözləri öyrənər. Varsa sizdə o, öyrənəcəksiniz. Teach, taught fe'ldir. Got. Wash, yumaq fe'ldir. His yiyəlik deyil. Always. İsim deyil. Dədəsinin tədqiqatı. İsimli yiyəlikdir. Yesterday, həmişə apostrof S-dir. Women, həmişə apostrof S-dir. Bunu ofu bura nə versin? Bu yiyəlində nə əlaqəsi var? Anlamadım. Nəysə, 3 cəm istəyib, bu da cəmdə deyil. Səhvdir. To cəm istəyib, bu da cəmdə deyil. S apostrof olmalıydı. 1-2. Today həmişə apostrof S-dir. Sheep deyil, fish həmişə apostrof S-dir. Men həmişə apostrof S-dir. To 2 cəm istəyir. S apostrof olmalıdır. 1-3. Apostrof S-dən sonra my isim deyil. Bought, buy fe'lidir, isim deyil. Qəbula düşüb bu sual. Men apostrof S olmalıdır. İsim deyil. C'nin cavabı. Ya belə bir sual ya da bu sual. C variantı düz. It's yiyəlik deyil. Whose, what's, she's yiyəlik deyil. Doktorun otağı. Niyə yiyəlik deyil? Çünki bunlar heç bir isim deyil. Bunlar əzbərdir. Əzbərliyin yazı. 2 cəm istəyir. Cəmlən yiyəli S apostrofla düzəlir. Düzdür. 5 cəm istəyir. Cəmlən yiyəli S apostrofla düzəlir. Bu səhvdir. Çünki apostrof S yazılıb. Today həmişə apostrof S olur. 3 cəm istəyib. Bu da S apostrofdur. Düzdür. 1-4. Variantı. Burada ümumiyyətcə yiyəlik görmürəm. It's yiyəlik deyil. What's yiyəlik deyil. Got gördüsə yiyəlik deyil. Pit'in valideynləri. D variantı. Cümlənin sonunda apostrof S bu yiyəlikdir. Kate'inki deməkdir. A düzdür. Read fe'l deyil. Beautiful gözəl fe'l deyil. Got gördüz fe'l deyil. My gördüz fe'l. Üzürsəm. İsim deyil, isim deyil, isim deyil, isim deyil, isim deyil. A variantı. Today həmişə apostrof S olur. 2 cəm istəyir, S apostrof olmalıdır. Səhvdir. It's yiyəlik deyil. 15-15 deyil. S apostrof istəyir, amma burada apostrof S verib. Səhvdir. Jack və Mary'nin toyu. Bu ikisinin də toyudursa, o zaman sonuncu şəxs yiyəlik qəbul etməlidir. Yox. Hər ikisinin də toyudursa, eyni şey. Eyni şey dedim əslində. Bax, ikisinin də toyudursa, sonuncu şəxs yiyəlik qəbul edir. Amma sən yiyəlikləri ayrı-ayrı vermirsən, bunun toyu, bunun toyu. Neçə toy oldu? 2. Onda burada S olmalıydı. Anlatabildim cəmdə. Səhvdir. Yəni, bu toy, hər ikisinin toyudursa, sonuncu şəxs yiyəlikdə olmalı idi. Qalır. Prinsessanın brilyantları. Prinsessa da
Princess belə yazılır. Təkdir, apostrof S. B variantı. Soyadların qabağında Z olanda S apostrof olur. Səhvdir. Bədən üzvləri olanda heç yiyəlik qəbul eləməlidir. Bu düzdür. Mən həmişə apostrof S olur. Bu səhvdir. En tək istəyir. A təkdir. Apostrof S olmalı. Bu düzdür. 2, 4. Otaq hər ikisinə aiddir. Ona görə sonuncu şəxs yiyəlikdədir. Düzdür. 2, 4, 5. A variantı. If you cəm istəyir. Mount apostrof S səhvdir. S apostrof olmalıydı. Tək istəyir. Apostrof S olmalı. Düzdür. Man apostrof S olmalıdır. Yesterday apostrof S olmalıdır. Women apostrof S olmalıdır. 2, 4. Y variantı. Child apostrof S olmalıdır. To cəm istəyir. S apostrof olmalıdır. Nə qalır? 1, 3, 5. E variantı. What heç vaxt yiyəlik deyil. Hair is greydir. Çünki isim deyil. Nədir bu? Renk, boz deməkdir. Article gəlib. Yiyəlik deyil. It's yiyəlik deyil. Azərbaycanın neft istehsalı. Variantı yiyəlikdir. Yesterday həmişə apostrof S-dən düzəlir. A variantı düz. It's, whose, got, she's. Bunlar heç biri yiyəlik deyil. Apostrof S-dən sonra fiil ayıncı yiyəlik deyil. A. Materialda var. Oxumursuz. It's, she's. Bunlar yiyəlik deyil. 3, 4. C variantı. Oğlanın əlləri yiyəlikdir. Next year təkdir. Gələn ilin. Düzdür. 1, 2. It's yiyəlik deyil. Let's yiyəlik deyil. What's yiyəlik deyil. It's yiyəlik deyil. 3, 4. Oh no. It's yiyəlik deyil ama burada yiyəli var. Tom'un ad günü. 2 düzdür. Let's də yiyəlik deyil. Onda 2, 3 qalır. Kate'in kitabları. B variantı. Sonradan qabağında Z artiklı olanda S apostrof düzdür. Apostrof S səhvdir. Child ya da children fərqi yoxdur. Apostrof S olmalıdır. 1, 4. A variantı. Got yiyəlik deyil. Where apostrof S yiyəlik deyil. Apostrof S olsa ing yiyəlik deyil. D variantı. Apostrof S olsa been yiyəlik deyil. Ing yiyəlik deyil. Annanın qohumları. Bacımın dostu. 3, 4. C variantı. Əmimgildə, nənəmgildə cümlənin sonunda olanda problemdir. Apostrof S həmişə düz çıxır. Bir daha baxın gör, apostrof S yoxsa S apostrofdur. Yəni yiyəlik düz çıxır. 1 düzdür, going to gördü, səhvdir, got gördü, səhvdir, 1, 4. E variantı. Soyadlarının qabağında Z olanda S apostrof olur. Gəl buradan girək. Soyadan qabağında Z olanda S apostrof olmalıdır. To da cəm istəyir. S apostrof olmalıdır. Qalır 1, 2. A variantı. Article gəlib. Ing gəlib. My gəlib. Ən gəlib. Heç bir isim deyil, amma bu isimdir. Saranın reportu. Məruzəsi. B variantı. Ya da xəbəri. Gəlib. Gəlib. Yiyəlik gəlib. My, your. Əvəzlik yəni. Ing gəlib. Qalır C. Steven'in balaca qardaş. C variantı. Ing gəlib. Ing gəlib. Very gəlib. Article gəlib. Peter'ın dədəsi. C variantı. Dədəmin bosu. Burada yiyəli var. Adı got. Ing, en, bunlar yiyəlik deyil. A variantı. Ing gəlib. İsim gəlib. Uşağın oyuncağı. B variantı düzdür. Ing gəlib. Got gəlib. Got gəlib. Ing gəlib. İsim gəlib. Qızın imtihanı. Y variantı. He, she, it, apostrof S ümumiyyətlə yiyəli əlaqəsi yoxdur. Ing gəlib. Sifət gəlib. Got gəlib. Ing bir halda düz olur ki, yiyəlik ing varsa, üstəyə xəbər gəlməlidir. Onda bu isimləşib. Yəni ing odur ismi xarakterizləyən şəkilçi olur. Oğlumun ağlamağı oyatdı bizi. Belə ola bilər. Bu da imtihana düşməz. Düşsə də özünə sonra xəbər axtarın. Vəssalam. Yəni ing-dən sonra xəbər. Varsa okeydir, yiyəlikdir. Children apostrof S olur. To S apostrof olmalıdır. Çünki to cəmdədir. Onu bir də xırdalanmayayım.
Tomorrow apostrof S olur. Today, yesterday. Mən, men həmişə apostrof S olur. 2 ilə 4 çıxanda 1, 3, 5 qalır. A variantı. Burada özündən sonra article gəlib. Sonra night's work. Night work. Night's work. Hər halda qardaş bu yiyəlikdədir də. Nə var ki? My dog skin. İtimin dərsi. Helen'in uğuru. 1, 3, 4 var. Bu nə sual desən Allah. Bir dənə variant səhv. C variantı. Uncle həmişə apostrof S-dir. Bədən üzvlərində söhbət gedəndə həmişə ikisi də yiyəlik qəbul eləməli. Yəni 1, 2. D variantı. The White House'dur. Sən Allah. Bu nə sual? White House deyil o. Ha! Soyaddır. Sorry. Soyadların qabağında Z olan S apostrof olur. Burada da 3 var. S apostrof olmalı. Sifət gəlib. Chemist, butcher, baker buna həmişə apostrof S-dir. Bu düzdür. Burada da ing gəlib. Göz özündən o xəbər yoxdur. Tək ing. Yəni is blowing deməkdir. 1. Həftəlik. Yəni E olanda təkdir. Ona görə apostrof S olmalı. O da apostrof S düzdür. D variantı. Z olanda soyaddan qabağında ise apostrof olur. Bu düzdür. Bu da very gəlib. Bu da got gəlib. Qaldı 1, 4. Yesterday həmişə apostrof S-dir. Uncle həmişə apostrof S-dir. Burada fiil gəlib. Let's də yiyəlik deyil. Qaldı 1, 4. B variantı. Butcher görürsünüz. Jack is watching fiildir. Azərbaycanlıların həmrəlik günü. Düzdür. Fiil gəlib. Qaldı 2, 4. C variantı. E təkdir. Mans apostrof S olmalıdır. Very əlaqəsi yoxdur. Yəni very. Yiyəlik deyil. Burada da fiil gəlib. 3, 4 var. Women həmişə apostrof S olur. Qardaşlar cəm olduğuna görə, yəni demək bunun qardaşları var, bunun qardaşı və ya bunun qardaşı, bunun qardaşı. Hər halda birdən çox qardaş var. Bunun yiyəli ayrı, bunun, yəni hərəsinin öz qardaşı var. Qardaşlarına görə cəmdədir. 3, 4 D variantı. İsim gəlib, bir düzdür, Paula'nın velosipedi. Bu da fiil gəlib. Bu da sifət gəlib, capable, bacarıqlı deməkdir. Burada da isim gəlib, Julia'nın hekayəsi. 1, 4 A variantı. Kevin'in arzusu. Burada fiil, article gəlib. Burada bin gəlib. Buna qalıb 1, 4. Jack'in böyük qardaşı. C variantı. Children həmişə apostrof S olmalıdır. Yesterday düzdür. Həmişə apostrof S olmalıdır. To cəmdə ona görə S apostrof olmalıdır. Ona qalıb 2, 4 varsa var. Deməli, bunun yiyəli ayrı, bunun yiyəli. Deməli, bunu valideynlər, bunu valideynlər. Ona görə valideynlər cəmlənir. Düzdür. 2, 4 D variantı. Bu da E article gəlib. Bu da isim gəlib. 2 düzdür. Bacımın müəllimi. Shakespeare'in əsərləri. Yəni 2, 3 düzdür. Burada da got var. Səhvdir. B variantı. Bob'un otağı düzdür. Yiyəlikdir. Söhbət bədən üzvlərinə gəlirsə, gərək burada da yiyəlik olmalıydı. Takışda ikisi də yiyəlikdə olmalı şəxslərim. Səhvdir. Women həmişə apostrof S olmalıdır. Səhvdir. 1, 3 E variantı. E təkdir, ona görə apostrof S olmalıdır. Bu səhvdir. Today həmişə apostrof S olur da, burada özündən sonra may gəlib. Amma bu yana baxıram, burada yiyəlik var. Qardaşımın ilk günü. Deməli, burada var. Düz. Bu toy, bir dənə toy. Gözün, wedding ceremony. Bir dənə toydur, ona görə yiyəlik sonuncu şəxslərdir. Düz 2, 3. Mr. Mrs. olanda həmişə apostrof S olur. Zaten səhvləri çıxsan cavab çıxır. 1, 4 səhvdir, 2, 3 qalır. Gəl biz səhvləri çıxaq. Ya da ən düz olanlara baxaq. E təkdir, here təkdir. Önce apostrof S olur. 5'i götürürəm. Marilyn is playing deyir. 4'ləri çıxıram. Amma 5'i götürürəm. Proud of fəxr elnə ilə özünün oğlunun bilməsiyle. Yəni bir neçə dil bilməsi. Deməli isimləşib. 3 düzdür. Zaten 3 burada da var, burada da var yani. Ona birə baxaq. Mən təkid edim nə ilə bağlı təkid elədim? Çekin gəlməyi ilə bağlı. Deməli cümlənin əvvəlində ing olanda üstəgəl xəbər axtarırıq. Amma cümlənin ortası və axırında gələndə, yəni bu şəkildə. Gördüyümüz qədərlə düz qoyurlar, amma yenə də tərcümə eləmək, yoxlamaq lazım. Çekin gəlməyi ilə bağlı təkid elədim. Belə düşərmi? Düşməz. Çox sadə düşər. 1, 3, 5. Məsələn 5, 51 düşər, 52 düşər. Uzağı 44 şəklində düşər. Ya da çox
Yəni, məsələn, 32 şəklində düşür. Çox balaca cümlələrlə belə. Son 2 test. Children həmişə apostrof S olur. Geese həmişə apostrof S olur. Women həmişə apostrof S olur. Sheep həmişə apostrof S olur. Men həmişə apostrof S olur. B4B variant. Children həmişə apostrof S olur. Men həmişə apostrof S olur. 3, 4, 5 qalır işte C variantı. Z verəndə S apostrof, FU verəndə S apostrof, birdən böyük rəqəm verəndə S apostrof, 3, 4, 5 C variantı. Belə arkadaşlar, sağ olun, hələlik.